Xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Camalzadə, kurikulum üzrə təlimçi. Bugün bildiyimiz kimi MİQ imtahanının müsahibə mərhələsinin ilk günüdür. Müsahibədə iştirak edəcək hər bir müəllimə uğur arzulayıram və bugünkü sualların bəzilərini müdavimlər bizə deyibdir və bu sualların izahına baxaq. Təbii ki, ilk daxil olarkən özünü təqdim etməni soruşublar, özünüzü yaxşı şəkildə təqdim etməyə çalışın. Sonra şəxsi kabinetə bilirsiniz ki, 5 mövzu gəlir. O 5 mövzunun izmalları hazırlanıb müdavimlərə verilib. 5 izmaldan deyib ki, istədiyi mövzunu təqdim et. Ola bilər ki, desin istədiyi mövzunu təqdim et. Ola bilər ki, özləri mövzu desinlər ki, bəs bu mövzunu, məhz filan mövzunu danışın. Bu hər halada hazır olmalısınız və ona görə də həmişə müdavimlərə məsləhət görürəm ki, 5 icmalın 5-ini də əzbər şəkildə öyrənsinlər. Növbəti sual olub ki, optimizm nədir? Rahat sualdır. Yəni bu hər birimiz bildik ki, optimizm hər hansı bir hadisəyə müsbət baxmaq. Yəni çətinliklərdə belə müsbət nəticəyə inanmaq, pozitiv olmaq, ümidini itirməmək, hər istənilən bir məsələdə ümidini itirmirsən, hər yolları axtarırsan, gələcəyə inamla baxırsan. Bu artıq optimizmdir, optimist düşüncədir. Pesimizm bu belə deyək də əksidir və bir növ açıq düşüncə tərzində olursan sən. Hər şeyə müsbət baxırsan, özünə inanırsan ki, bunun öhdəsindən gələ biləcəksən, bu alınacaq, bu olacaq. Bir sözlə belə, yəni çətinliklərə belə inanırsan, müsbət nəticə olacağına inanırsan, ümidini itirmirsən, gələcəyə inamla baxırsan, pozitiv olursan, müsbət düşünürsən. Bu optimizmdir. Sonra digər sual olub ki, tənqidi düşüncəni necə qurarsan? Ümumiyyətlə, tənqidi düşüncə, tənqidi təfəkkür biz bilirik ki, biz şagirdlərdə formalaşdırmalıyıq. Nəinki tənqidi təfəkkür? Hər üç təfəkkürü, həm məntiqi, həm tənqidi, həm yaradıcı təfəkkür formalaşdırmalıyıq. Tənqidi düşüncəni formalaşdırmaq üçün biz şagirdlərə sual vermək, analiz etmək, təhlil etmək, müqayisə aparmaq, fikirlərini əsaslandırmaq, qərar vermə bacarığı, yəni bu kimi fəaliyyətlərlə biz bunlarda tənqidi düşüncəni formalaşdıra bilərik. Həmçinin bununla bağlı bir sıra strategiyalar var ki, misal üçün biz debatlardan istifadə edə bilərik, sinif müzakirələrindən istifadə edə bilərik, sual-cavab ola bilər, layihələr ola bilər ki, yəni bu layihə üzərində problem həll edərdə şagirddə artıq tənqidi düşüncə formalaşmış olur. Yəni bu kimi fəaliyyətlərlə biz şagirdlərdə tənqidi düşüncəni formalaşdıra bilərik. Növbəti bir sualımız bu müsahibənin olmazsa olmaz sualıdır. Demək olar ki, hər il bu suallarla qarşılaşırıq müsahibə vaxtı. Deməli, sual verilir ki, şagird qısnaması necə adlanır və qısnamanın qarşısını necə alarsınız? Qısnama bullying adlanır və şagird bir şagirdə davamlı şəkildə aqressiya, fiziki zorakılıq göstərirsə, bu davamlı şəkildə olmalıdır. Bunun bullying adlandırılması üçün davamlı şəkildə olmalıdır. Şagirdin də şagirdi qısnaması bu bullyingdir. Bullyingin də qarşısını almaq üçün müəyyən yollar var. Bilirik ki, həm bullyingi müəyyən etmək yolları var. Bu bizim time kitabımızda da qeyd olunub. Yəni biz bunu dəfələrlə keçmişik də, müzakirə etmişik də. Bullyingi müəyyən etmək yolları var. Bir də bullyingin qarşısını almaq yolları var. Bunun üçün də qarşısını almaq üçün də biz empatiya yaratmalıyıq. Yəni qarşısındakını anlasın, qarşısındakını başa düşsün. Hörmət mühiti yaratmaq lazımdır, müzakirə aparmaq lazımdır, buzqıran strategiyasından istifadə etmək lazımdır, şagirdlərlə açıq ünsiyyət qurmaq, valideynlə əməkdaşlıq etmək, şagirdlərin özü ilə müzakirələr aparmaq və bu bullyingin qarşısını ala bilər. Əsas empatiya, buzqıran strategiyası burada çox vacibdir. Növbəti sualımız ilk qadın bəstəkarımız kim olub? İlk qadın bəstəkarımız Şövkət Məmmədovadır. Bu bəstəkar Üzeyir Həcbəylinin bacısıdır. Növbəti sualımız, 7-ci sualımız 44 günlük müharibə haqqında danışın və onu da qeyd edim ki, müəllimlər, siz bizim YouTube kanalımıza abunə olun. Biz gündəlik olaraq hər gün MİQ müsahibə mərhələsində verilmiş sualları izahını verəcəyik, sizlərlə paylaşacağıq ki, digər günlər müsahibədə iştirak edən müəllimlər üçün faydalı olsun. Videonu bəyənək, kanala abunə olaq. 44 günlük vətən müharibəsində, yəni biz müsahibə vaxtı bütün təlimçilər, bütün müsahibəyə iştirak edən müəllimlər bilirəm ki, bu mövzunu dərindən öyrəniblər. Yəni qısa məlumat verim ki, vətən müharibəsi adlanır. 27 sentyabr, 10 noyabr
tarixində baş verib, 2020-ci il tarixində başladı. Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Bu zəfər xalqımızın birliyi, ordumuzun gücü və igidliyi sayəsində qazanıldı. Yəni istəsəz daha geniş, daha dəqiq məlumatlar verə bilərsiniz. Növbəti suala baxırıq. Zəif şagirdlərlə necə kontakt qurarsan? Zəif şagirdlərlə bilirik ki, sinifdə müxtəlif şagird olur. Həm zəif, həm orta səviyyədə, həm yaxşı oxuyan səviyyədə və biz də diferensiallığı təmin etməliyik. Bərabər imkanları təmin etməliyik. Bunların hər biri ilə kontakt qurmalıyıq. İlk öncə onunla fərdi söhbət apararam. Onu dinləyərəm. Onun marağını, potensialını, istedadını üzə çıxarmağa çalışaram. Onun güclü tərəfini tapmağa çalışaram və kiçik uğurlarını qeyd edərəm. Ona bu kiçik uğurlarını qeyd etdikdə artıq bu şagirddə motivasiya yaranır. Ona dəstək olaram, səbirlə, anlayışla yanaşaraq özünə inam formalaşdıraram və onun öz bacarığına uyğun olaraq tapşırıqlar verərəm. Bu cür cavab verə bilərsiniz. Sağ olun müəllimlər. Hər birinizə xoş dinləmələr, hər birinizə zehin açıqlığı arzulayıram.